suallardan birincisi, deyirlər ki, sələfilər Əhl-i Beyti sevmir, onlara hörmət etmir. Bu doğrudurmu? Xeyr, doğru deyil bu. Əhl-i-Sünnə və Cemaat, xüsusən sələfilər Əhl-i Beyti sevirlər. Yəni bu bizim imanımızın əsaslarından sayılır. Bu bizim Peyğəmbər sallallahu əleyhi və səlləmə olan imanımızın, Peyğəmbərimizə Muhammed sallallahu əleyhi və səlləmə olan tabeçiliyimizin, şəhadətimizin əsaslarından sayılır. Yəni ola bilərmi ki, bir peyğəmbəri sevəsən, ona tabe oldum deyəsən və onun Əhl-i Beytini sevməyəsən? Yəni bu heç müsəlmana demirəm, yəni heç kənar kimsələrə də yaraşan bir şey deyil. Yəni heç qeyri-müsəlmanlara da yaraşan bir şey deyil. Yəni hətta xaçpərəstlər, nasranilər belə İsa peyğəmbəri sevirik deyirlər. Yəni onlardan belə bir şey görməzsən. Desinlər ki, biz İsa peyğəmbərin əleyhissalamın Əhl-i Beytini sevmirik. Qaldı ki müsəlmanlara və eləcə də ki, xüsusən də ki, qaldı ki sələfilərə. Əlbəttə ki, sələfilər Əhl-i-Sünnə və Cemaat Peyğəmbər sallallahu əleyhi və səlləmin Əhl-i Beytini sevir və bu sevgini vacib görür, imanın əsaslarından görür və onlara tam səmimi hörmət olunur. Və kimsə bunun əksini iddia edirsə, bu yəni yanlış fikirdir, doğru fikir deyil və sələfilər belə fikirlərdən, belə böhtanlardan uzaq kimsələrdir.